Salam dəyərli müdavimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Başlayaq sualların izahına. Cümlələrin birində mürəkkəb ismi birləşmə fe'li birləşmənin aslı tərəfidir. Yəni sən bir fe'li birləşmə yazmalısan və onun aslı, yəni bu tərəfində də mürəkkəb ismi birləşmə olsun. Cavab Y variantı. Vətənin, çətin, günündə, azadlıq deyən bir fe'li birləşmə var burada və aslı tərəfində mürəkkəb ismi birləşmə var. Cavab Y variantı. Vətən üçün böyütdüyü, şiddətli yağışın olması, ora getməyəcəyini, elin ağsaqqalları heç birində deyilən şərt ödəmir. Mübtədası ismi birləşmə ilə ifadə olunan cümlə. Cavab A variantı. Mübtədası məstərlə ifadə olunub. C variantında ümumiyyətlə mübtəda yoxdur. Çünki mən tanış olmuşam, mən də yoxdursa bitdi. Deməli, mübtəda yoxdur. Səməd isimlə ifadə olunub, yağış isimlə ifadə olunub. Cümlələrdən birində vergül bağlayıcıya aiddir. Vergül modala aiddir. Vergül ədata aiddir. Yadda saxla, sa'dan sonra gələn da ədat sayılır. Cavab C variantı. Vergül bağlayıcıya aiddir. Vergül modala aiddir. Vergül modala aiddir. Pişiyotu sözünün fonetik təhlili ilə bağlı yanlış fikir göstər. İlk olaraq C-ni çıxıram, çünki morfoloji üsulla yaranıb və s. O fonetik təhlilin araşdırması deyil. Cavab D variantı. Deyir ki, x səsi y-nın qarşılığıdır. Birincisi, bu sözü tələffüz etdiyim zaman görürəm ki, x səsindən danışa bilmərəm. Cavabımız səhv olaraq D variantıdır. Sözün yazılış ilə tələffüz arasında bir fərqli məqam var. İncə və qalın saitlərin sayı bərabər olsa da, qapalı saitlər açıq saitlərdən çoxdur. Bəli, baxın, incələrin və qalınların sayı bərabər olsa da, qapalılar açıqdan çoxdur. Səs tərkibi kəmiyyət cəhətdən fərqlənməsə də, keyfiyyət cəhətdən fərqlənir. Verilmiş cümlədə neçə vergül qoyulmalıdır? Dəvələr və atlar əldən düşmüşdü. İnsanlar daha çox susqunluq içində idi. Əvvəllər adi hesab edilən at kişnərtisi, dəvə fınxırtısı gecənin səssizliyində hamını qorxuya salırdı. Çünki bu düşmənin yaxınlaşdığını bildirən əlamət ola bilərdi. Cavabımız oldu 5 vergül. Hansı cümlə üzvləri mürəkkəb söz birləşməsi ilə ifadə olunub? Cavabımız olacaq A variantı. Deməli, insanın inad və cəsarəti mübtədadır. Hansı insanın inad və cəsarəti öz yolunu axtaran? Mürəkkəb istəyir, mürəkkəb söz birləşməsi istəyir. Bax, öz nədir burada? Əvəzlik, yol, isim, axtaran fe'l. Deməli, 3 dənə əsas hissəsi varsa mürəkkəbdir. İnsanın inad, cəsarəti. Bəli, hər ikisi mürəkkəbdir. Mətnə əsasən hansı fikri dəqiq demək olmaz? Mustafa Kemal Atatürk 140 il əvvəl dünyaya gəlib. Hələ uşaqlıqdan iti ağlı və cəsarəti ilə hamını heyran edən Mustafa Kemalın ən böyük arzusu hərbçi olmaq idi. Bu arzusuna çatdıqdan sonra Mustafa Kemal Türkiyənin düşmənlərinə qarşı bir neçə döyüşdə qalib gəldi. 100 il əvvəl baş verən Qurtuluş Savaşında qələbə çalan Atatürk çağdaş Türkiyə dövlətinin əsasını qoydu. 57 yaşında dünyasını dəyişən Mustafa Kemal dünya tarixinə həm böyük sərkərdə, həm də ağıllı dövlət başçısı kimi düşdü. Baxaq görə nə istəyir bizdən? Nəyi dəqiq demək olmaz? Baxaq. Türklərin savaşlarda kimlərlə vuruşduğu. Bax, burada sadəcə yazıb ki, bir neçə döyüşdə qalib gəldi. Düşmənlərə qarşı 100 il əvvəl baş verən Qurtuluş Savaşında qələbə çaldı. Yəni, kimlərlə vuruşub, bunun haqqında bir məlumat yoxdur. Atatürkün öz arzusuna çatmağı, bəli, qalib gəlibsə, hərbiçi olmaq istəyibsə, Qurtuluş Savaşının nə vaxt baş verməsi, bəli, 100 il əvvəl. Daha sonra Türkiyə dövlətinin ilk rəhbərinin Atatürk olmağı,
Atatürkün nə vaxt anadan olmağı? Bəli, 140 il əvvəl anadan olub. Cavabımız olacaq D variantı. Hansı cümlədə eyni amonim şəkilçi feilin həm təsriflənən, həm də təsriflənməyən formasının tərkibində işlənib? Cavabımız oldu Y variantı. Sınanmış feili sifət, danışılmış hissəsindəki mış feilin zaman şəkilçisidir. Hansı cümlədə o əvəzindən sonra vergül qoyulmalıdır? Cavabımız olacaq burada C variantı. Sözsüz, modal sözdür deyə hətta hər iki tərəfdən vergül istəyir. Əvəzli vergül istəmir, ədat vergül istəmir, təyin funksiyasında olan o'lar vergül istəmir. Fikirlərdən hansı doğru deyil? Cavabımız C variantı. Deyir ki, ılda şəkilçisi təqlidi sözlərdən isim yaradır. Təqlidi sözlər, türklərin bir sözü var, taklit. O sözdən götürülüb, yəni eyni məzmundur. Məsələn, fısıldamaq, xışıldamaq, taqqıldamaq, taqqıltı, bu tipləri düzəldir. Yəni, o tip sözlərdə isim yaratmır, feil yaradır. Məsələn, fıs isimdir, səs mənasında fıs. Fısılda feil yaradır, yəni. Cavab C. Malı şəkilçi həm təsriflənən, həm də təsriflənməyən feil yaradır. Zərf düzəldən araq şəkilçisində vurğu sona düşür. Bəli, çaparaq, qaçaraq. La şəkilçisi həm feil, həm də zərf düzəldir. Bəli, məsələn, cəsarətlə, bir də izləmək. Dır şəkilçisi qrammatik şəkilçi sayılarsa, tələffüz zamanı son samiti itir. Bəli, dır şəxsonluğu olarsa, qrammatik sayılır və son samitini itirir. Cavab onda C variantı. Nümunədə hansı durğu işarələri buraxılmışdır? Cavab B variantıdır. Ana oğlunun boynunu qucaqlayıb, səni çox istəyirəm, axı səndən ayrı qala bilmərəm, dedi və kövrəldi. Fikir versəz, 2 vergül var, 2 tire var, bir dənə də qoşa nöqtə. Cavab B variantı. Biz evə qaydanda hava qaralmışdı, göydə ulduzlar görünürdü. Sintaktik təhlil eləməliyik. Cavabımız olacaq D variantı. Nə edirdi, görünürdü, nə ulduzlar, harada, göydə. Nə etmişdik, qaralmışdı, nə hava, nə vaxt, nə zaman biz evə qaydanda. Cavab D variantı. Kökü feil başlanğıc forması isim olan söz hansıdır? Variantımız C variantı. Qapayırsan qapaq olur da, yəni qapaq qapamaq funksiyasını icra edir. Bəli, bu sözdə kök feildir, başlanğıcda isimdir. Burada kök feildir, başlanğıc sifətdir. Burada kök feil deyil, kök feil deyil, kök feildir, başlanğıc isə sifətdir. Cavab C variantı. Nümunədəki isimlərin təhlili ilə bağlı səhvi müəyyən eləyin. Cavabımız olacaq A variantı. İkinci misradakı isimlərdən biri təsirli, ikisi adlı haldadır. Baxaq, bu mənsubiyyətdir. Bu adlıq, bu adlıq. Elə üçü də adlı haldadır. Cavab A variantı. İsimlərdən ikisi həm hal, həm də mənsubiyyət şəkilçisini qəbul edib. Bəli, başında qismətimə həm hal, həm mənsubiyyət var. Nümunədə işlənən bütün isimlər sadədir, düzdür. Birinci misradakı isimlərdən biri adlıq. Baxaq. Biri yiyəlik, biri də yerlikdir, düzdür. Üçüncü misrada mənsubiyyət şəkilçili isim yönlük haldadır. Bəli, düzdür. Cavabımız olacaq səhv olaraq 14-də A variantı. Cümlələrdən biri quruluşca mürəkkəbdir. Variantımız D variantı olacaq. Əgər cümlədə sa varsa, bil ki, həmin cümlə mürəkkəbdir. Digərləri də sadə cümlə adlanır. Bax, Cəmil dərs oxuyanda, məsələni həll eləyəndə Cəmildir, deməli sadə. Cümlədə baxmayaraq sözü varsa, o cümlə sadədir. Ön sıralarda oturmuş şagirdlər, onların müəllimləri çox fərəhli görünürdülər. Burada da bir mürəkkəblik yoxdur. Y variantı da həmçinin sadə cümlə sayılır. Yiyəlik halda olan isimlə başlayan cümlə 2 olmaz, çünki əvəzlidir. İkiləri çıxaq. Aha,
Cavabımız olacaq C variantı. Vətənin qədri, vətənin qədri, bulağın şırıltısı. 1 və 4-də qarşısına öz qoya bilirsən deyə yiyəlik deyil bunlar, mənsubiyyətdir. Ona görə cavabımız 16-da C variantı. Nümunə haqqında doğru fikri müəyyən eləyək. Variant C variantı. Deyir ki, 3-cü misrada mənsubiyyət şəkilçili 3 söz var. Bəli, varı, bərəkəti, xeyri. Cavab olacaq C variantı. Nümunədə zərf də işlənib. Cümlədəki feillər təsriflənməyəndir. Nümunədə ismin quruluşca hər üç növü iştirak eləyib. Nümunədə leksik mənası olmayan sözlərdən yalnız ədat var. Xeyr, baxıram ki, bağlayıcı da var burada. Cavab 17-də C variantı. 18. Hansı cümlədə ca fərqli mənanı, yəni fərqli nitq hissəsini ifadə edir? Boyunca, yol boyu ilə qoşmadır. Quruluşca qoşmadır. Yaşca qoşmadır. Dəvəcə qoşmadır. Yadda saxla. Hansı canı nümunədən silə bilirsənsə və yeri boş qala bilərsə, deməli o ca ədatdır. Mətnə əsasən hansı suala cavab tapmaq olmaz? 15-ci əsrdə Avropada təsərrüfat və ticarətin inkişafı ilə əlaqədar olaraq qızıla olan tələbat artdı. Qızıl əldə etmək məqsədi ilə Avropalılar müxtəlif yollar axtarırdılar. O zaman qiymətli daşqaş, qızılla zəngin olan Hindistanla ticarət ərəblərin əlində idi. Kiçik Asiyadan və Suriyadan keçən yollara Osmanlılar yiyələnmişdilər. Osmanlıların fəthləri Avropalıların Asiyaya yeni yollar axtarışını sürətləndirdi. Bu məqsədlə Portuqaliya kralları Atlantik okeanının qərb sahillər boyu gəmilər göndərirdilər. Portuqaliya dənizçiləri Afrika sahilləri boyu zəncilərdən qızıl tozu, fil sümüyü alırdılar. Sonralar Afrikanın qərb sahilinin bəzi yerləri Qızıl sahili, fil dişi sahili adlandı. Deyir ki, nəyə cavab tapmaq olmaz? Cavab D variantı. Hindistanla olan ticarət yollarını ərəblər necə əldə etmişdir? Buna aid bir fikir yoxdur. Məsələn, A-da deyir ki, Avropalılar niyə yeni yol axtarışında idi? Çünki Avropalılar təsərrüfat və ticarətin inkişafı ilə əlaqədar olaraq qızıla olan tələbatın artdığını gördülər və o məqsədlə yollar axtardılar, yəni tələbata görə. Müəyyən adların əmələ gəlməsində hansı amillər rol oynayıb? Məsələn, Qızıl sahili, fil dişi sahili adlanmağına səbəb onlar zəncilərdən qızıl tozu, fil sümüyü alırdılar deyə o səbəblə belə adlandırılıb. Atlantik okeanının qərb sahillərində nə üçün gəmilər göndərilir? Baxın, Osmanlıların fəthləri Avropalıların Asiyaya yeni yollar axtarışını sürətləndirdi və bu məqsədlə Portuqaliya kralları Atlantik okeanının qərb sahilləri boyu gəmilər göndərirlər. Qızıllar Afrika sahillərindən necə əldə edilirdi? Baxın, Portuqaliya dənizçiləri Afrika sahilləri boyu zəncilərdən qızıl tozu, fil sümüyü alırdılar. Cavabımız olacaq burada D variantı. Sual 20. Mətndəki məlumatlara əsasən bu nəticəni çıxarmaq olar. Fransız cərrahı Dominik Lari əyri cərrahiyyə iynəsi icad etdiyi üçün qızıl medalla təltif olunmuşdu. Ona uğur gətirən ixtiralardan biri də təcili yardım karetasının düzəldilməsi idi. 1792-ci ildə Fransa, Avstriya və Prusiya ilə müharibə apararkən Lari başqa bir kəşfə imza atdı. O, başa düşdü ki, döyüşdə yaralananları böyük və ağır furqonlarla ön xəttdən çıxarmaq çox çətindir. Odur ki, yüngül və cəld hərəkət edən arabalar icad etdi ki, onlarla yaralıları tez zamanda hospitala çatdırmaq mümkün idi. Deməli, nə istəyir bizdən? Nəyi çıxartmaq olar? Nəticə olaraq çıxara bilərəm ki, cəld hərəkət edən arabaların icad olunmasına səbəb müharibə zamanı yaralıların cəbhənin ön xəttində çıxarılmasına olan çətinlik sayılır. Baxın, sonuncu sual qəbul sualıdır. Yəni, bu hissədə ehtiyatlı olun ki, qəbulda yenidən qarşınıza çıxma ehtimalı daha çoxdur.
Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə hələlik.